Estoniyaya yerləşmək və yaşamaq istəyənlər üçün də asan bir sistem mövcuddur. Əgər orada şirkət açmaq və yaşamaq istəyirsinizsə, heç bir vasitəçiyə ödəniş etmədən rəqəmsal şəkildə müraciət edə bilərsiniz. Estoniya hökuməti bu sistem vasitəsilə 2025-ci ilə qədər əhalisini 10 milyona çatdırmağı planlaşdırır. Bunun əsas səbəbi doğum nisbətinin aşağı olması və 1,5 milyonluq əhalinin gələcək üçün yetərli olmamasıdır. Çünki ölkənin istehsal gücü aşağıdır və iqtisadi inkişaf tempi yetərli deyil. Buna görə hökumət rəqəmsal müraciətlər sayəsində həm bacarıqlı insanları ölkəyə cəlb edir, həm də müraciət edənlərdən vergi alır. Digər tərəfdən, Estoniyada bir şəhərdən digərinə 1 saatdan az müddətə getmək mümkündür. Bu da insanlara vaxt baxımından böyük rahatlıq təmin edir. Məsələn, Tallində ictimai nəqliyyat tamamilə pulsuzdur. Bundan isə ən çox finlandiyalılar faydalanır. Çünki Finlandiya Estoniyanın şimalında yerləşir və iki ölkə arasında bərəklə səyahət etmək olduqca asandır. Finlandiyada həyat Estoniyaya nisbətən çox bahalıdır. Buna görə də Finlandiyalılar tez-tez Estoniyaya gəlib, burada gündəlik ehtiyaclarını alıb geri qayıdırlar. Estoniya Sovet İttifaqından ilk ayrılan və öz pulunu çap edən ölkə kimi tanınır. Ölkə iqtisadiyyatı əsasən neft və sənayeyə əsaslanır, lakin balıqçılıq da əhalinin əsas məşğuliyyətlərindən biridir. Təbii şərait kənd təsərrüfatı üçün əlverişli olmadığından kənd yerlərində əsasən maldarlıq və donuzçuluqla məşğul olurlar. Qısacası Estoniya dünyanın ən sakit və yaşamalı ölkələrindən biridir.